Hər kəsə salam. YouTube kanalıma xoş gəlmisiniz. İnşallah video baxmazdan əvvəl kanalıma abunə olub, like edib, yorum yazmağı unutmazsınız. Bugün hər kəsin demək olar ki, istədiyi saç tökülməsinə qarşı, saç yağlanmasına, gec uzanan saçlar, kraskadan sonra yıpranan saçlar və saç qırıqlarına aid danışacağıq. İnşallah videonu bəyənərsiniz. Mən belə bir flakon götürmüşəm. Bu kraskadan çıxıb. İstəsəz bunun içinə də əlavə edib rahat şəkildə, narahat olmayın, kraska qalacaq. Belə saça tətbiq edə bilərsiniz. Rahat şəkildə də buradan süzülür. Bütün qarışımı bunun içində həll edəcək. Amma mən kraska qabında eləyəcəyəm və sizə də göstərəcəyəm. İlk zeytun yağından başlamaq istəyirəm. Onu da deyim ki, buradakı əgər Azərbaycanı izləyirsinizsə, buradakı yağlar fərqli görə bilərsiniz. Çünki mən buraları Rusiyadan almışam. Burada yaşadığım üçün. Amma əvvəl zeytun yağı götürürük. Zeytun yağı bilirsiniz ki, saç üçün, çox döktüm. 1 çay qaşığı zeytun yağı. Zeytun yağı bilirsiniz ki, saçı çox dəhşət yumuşaldır. Hətta YouTube-da da araşdıra bilərsiniz. Mən illər əvvəl bu qarışımı etmişəm deyə sizə də göstərirəm. Ekranda da şəkilləri qoyacağam. İndi hal-hazırda saçlarım çox yıpranıb deyə, qulluq edirəm deyə, kraskadan yanıb daha doğrusu sizə də göstərirəm. 1 çay qaşığı, 1 çay tikanı yağı. Çox qəşəngdir. Bunu hətta əməliyyat olunanlara da həkimlər tövsiyə edir. 1 çay qaşığı rozmarin yağı. Deyirlər ki, rozmarin, yəni bibəryə yağı, saça mən bilirəm 1 çay qaşığı nə qədərdir, onu əlavə edəcəm. Rozmarin yağı saçları ağardır. Məncə belə deyil. Bir ara eləmədim. Daha doğrusu rozmarin yağı falan vurmadım saçıma. Amma o genetik də ağarma. Yəni rozmarin yağı hətta saç və yağsız ən güclü yağlardan biri də rozmarin yağıdır. Bir də kastrol masla. Gəncərçay yağı Azərbaycanda. Biz aptekdə belənçinə yazılır. Rusiyada belə alırıq. 1 çay qaşığı da kastor yağı. Gəncərçay yağı isə saçların həqiqətən də qan dövranını, bu iki yağ qan dövranını istimlaşdırır və saç köklərini bərkidir, tökülmənin qarşısını alır. Ən çox uzadan yağlardan isə budur. Bir də kokos yağı. Bundan da 1 çay qaşığı əlavə edəcəm. Kokos yağı saç qırıqları üçün yəni mükəmməldir. Həqiqətən biraz hamamdan, duşdan çıxandan sonra, damından çıxandan sonra saç uzlarınıza da vura bilərsiniz. Deməli, bu qarışımı gördüyünüz kimi saçlarıma tətbiq edəcəm. İstəsəniz belə, ya mən kimi əlcə ilə də tətbiq edə bilərsiniz saçlara. Sonra bu saçı, bu yağları əlavə etdikdən sonra Faberlic'in belə bir yağı var. Bu da ay pəncəsi yağı ilə bibəryə yağıdır. Bu çox saçı alovlandırır. Siz istəsəz yağın içinə də əlavə edə bilərsiniz. İstəsəniz ayrı da vurur. Mən buna demək olar ki, həftədə 2-3 dəfə istifadə edirəm. Saç diblərimə vururam yalnız və yalnız. Çünki saç diblərini çox, necə deyim, qıcıqlandırır. Alov istiliyi verir və tökülmənin qarşısını da bir sözlə alır. Bu da mənə çox yardımcı olur. Bu komplet firmasının bibəryə tonik losyondur. Evdə də edə bilərsiniz, amma mən bunu almayı tövsiyə etdim. Evdə edilənin çox vaxt müddəti bitir, çox saxlamaq olmaz, 14 gündən çox. Mən bunu Wildberries-dən sifariş vermişəm. 169 rublaydı deyəsən. Azərbaycanda əgər bundan varsa, bilirəm olar. Başqa firmaların da var. Olsa 2 manat falan civarında olacaq qiyməti. Bunu da duşdan sonra təmiz saça tətbiq edir. Səhər, axşam tonik. Bu da istilik verir. Onu da deyim sizə. Biraz 5-10 saniyə deyək. Ondan sonra keçib gedir. Belə qarışımımız hazırdır. Bir də saç qıranlar haqqında danışmaq istəyirəm. Bu gliçerindir. İndi evdə hal-hazırda balzam yoxdur. Sadəcə ovcunuza biraz gliçerin. Deyim ki, duşa girməzdən əvvəl ovcunuza biraz
balzam əlavə edirsiniz və qlitserin. Mən onu da qeyd edim sizə deyim ki, mən balzam istifadə eləmirəm. Çünki saçlarım çox nazikdir. Maskadan istifadə eləyirəm. Sadəcə bir-iki dəfə görmüşəm balzam saç çox tökür. Ona görə maskadan istifadə edirəm. Maskalarınıza da tökə bilərsiniz bu qlitserini. Amma saç ciblərinizə vurma qəti qadağandır. Bunu da deyim sizə. Ovcunuza biraz balzam əlavə etdikdən sonra biraz da qlitserin əlavə edirsiniz və saç uclarınıza vurursunuz. Demək olar ki, istəsiz bir saatda, ya axşam yatıb səhər də yusaz onu da saxlaya bilərsiniz. Axşamdan səhərə qədər. Vurursunuz və saç qıranları demək olar ki, 70%-ni də həll edir. Əvvəlcə kəsilməlidir. Bunu da qeyd edim. Amma isə əgər azdırsa saçınız, yanıbsa ütüdən, fendən bundan istifadə mütləq edin. Belə, bu günlük bu qədər. Suallarınız inşallah olsa yorumlara yazarsınız. Mən sizə başqa bir reseptlərlə də gələcəyəm. Onları da siz üçün çəkəcəyəm. Evdə hazırlanan losyonlar, evdə hazırlanan soğan suyundan saçları necə tətbiq etmək olar, qaynatmaq olar, olmaz. Onları da sizə izah edəcəm. Videonu bəyənib, like edib, yorum yazmayı unutmayın.